Birinci sualım birinci komandaydı. Vida yoxsa ay? Görə hansı bir cavab verəcək? Relief nədir? Əyləş. Nisbi hündürlük nədir? Nisbi hündürlük. Nə edirsən? Dəqiq biraz deyək. Başqa necədir? Tahmin edin, necə desin qədər var hündürlük. Qəbul edən başqa da vardı. Kim bilir? Yox. Bir dəqiq. Dili gəlsin. Yox. Bir nöqtənin digər nöqtəyə nəzərə almaq hündürlükdə dağın ətəyindən zirvəsinə qədər olan hündürlük nisbi hündürlük deyil. Artıq Mələk düzgün cavab edib aydın əyləş. Mələk də cavab verir. Siz deyin görmə, endogen qüvvələr nəyə deyilirdi? Endogen qüvvələr. Nə idi endogen proseslər? Endogen proseslər. Bilirsiniz? Bizdə nə var? Daxili proseslərdir. Əyləş ikimiz. Yaxşı. Dağlar hündürlüyünün bir neçə qrupudur? Hansılardır? Yüksək, İkimiz də eyni anda cavab verdiniz. İkimiz də eyni anda cavab verdiniz. Hə, ikimiz cavab edəcək. Şahin, pik nədir? dağı hündürsün. İkimiz də eyni vaxtda dediniz. Bir dənə də sual verim sizə. Dağlar mənşəni neçə qrupa bölünür? Mənşəni görə. İkimiz də səhv dediniz. Xeyr. Mənşə. Defida. Vulkanik dağlar. İkimiz də bilmədiniz. Bir dənə sual verirəm sizə, şans verirəm sizə. Deyin görün, mən tektonik dağlar neçə qrupa bölünürdü? Hansılar idi? Hansılardır? Bir dəqiqə, bunlar sual. Əyləşin. Mələk deyil. Qırışıq, paylı, qırışıq paylı. Qırışıq paylı, doğrudur. Yaxşı.